Bizdə ailə biraz sakit olub, bir də nəzərə alsaq ki, 9 yaşından 15 yaşına kimi əl arabasında mən qalmışam uzun illər və yataq xəstəsi olmuşam deyə. Xəstəliyim var, xronik, ikinci dərəcəli əlilliyim var mənim xəstəliyimə görə. Bəli. Məhz o səbəbdən mən həmişə arzu eləyirdim, baxırdım uşaqlar qaçanda, eyvanda falan, arabamla yaxınlaşanda anam ağlayanda bir gözünün yaşını silirdim ki, pis olma. Onlar qaçıb bir gün mən də onlardan qaçacağam. Mən ümidimi üzərində o həmişə gəlirdi, saçma sığal çəkirdi. Bir dəfə belə itələdim, çox pis, hələ də yadımdadır o gün, heç vaxt yadımdan çıxmaz. Çünki əllərim tutmurdu. Mənim dişlərimi təmizləyirdi, altımı, üstümü, hər bir şeyimi. Qayıtdım, dedim ki, bunu eləmə ehtiyac yoxdur. Zaten mən buradan o tərəfə gedə bilməyəcəm və ailədə heç kim buna inanmırdı. Bir dənə anamın inancı var idi, adam üstünə Allah olmalıdır. Göydə Allah bir onun inancı mənim içimdəki inamı itirmədi. Və bugünkü günə gəlib çıxdım. Mənə qayıt da dedi ki, eləmə elə qızım. Bir gün gələcək, efirdən mənə sən deyəcəksən ki, sabahın xeyir, analar gününü təbrik eləyəcəksən, sən orada aparıcı olacaqsan. Mən də illər sonra ayağa qalxandan sonra Bakı Musiqi Akademiyasının tələbəsi idim. Universiteti bitirdim, işləyirdim, ailə saxlayırdım, anama kömək eləyirdim, bacım və s. Və bir anda yadıma düşdü ki, mən anama belə bir söz vermişdim. O istəmişdi məndən bunu. Mən də rus dilli ailədə böyüdüyüm üçün Azərbaycan dilində ümumiyyətlə danışa bilmirdim. Düzgün cümlə qura bilmirdim, tərtib eləyə bilmirdim, fikrimi tam çatdıra bilmirdim. 6 ay ərzində kütləmi, ortamı dəyişib, düşündüm ki, anamın xəyalını reallaşdırmalıyam. Bunun üçün də dili mənimsəməliyəm. Bu mənim ana dilimdir, rus dili mənim ata dilimdir. Və başladım öyrənməyə. Öyrənəndən sonra sanki qapılar özləri açıldı. Sosial şəbəkədən məni ifaçı kimi bəyəndilər, dəvət elədilər. İlk musiqi mərsəyə gətirmişdim studiyada. Studiyada əlimi açdım belə Allaha, indiki gündə yadımdadır. Bax, belə çox sadə. İşdən gəlirəm, səhnələr falan belə adi səhnələr idi də sıradan, el tədbirləri falan. Onda qayıtdım ki, ay Allah, kaş bu nəğməni oxuya biləcəyim bir efir olardı. Yerindəcə zəng gəldi redaktordan. Elə bilin ki, o qədər içdən dedim bunu. Mənimdə heç səhnəyə giyinəcək elə bir paltarım yox idi. O dərəcədə. Bir şey yığışdırdıq, hər bir şeydə kömək elədi. Pencəyə geyindim, belə atlas köynəyə şalvar. Getdim, orada danışanda bəyəndilər. İkinci dəfə çağırdılar. İkincidən sonra dedilər ki, aparıcı kimi sizi görmək istəyirik. O, bu hər dəfə bunu yad eləyəndə yadıma düşür ki, bu təbəssüm onun sayəsində qorunur, saxlanır. Bu təbəssümü siz mənim anamın sayəsində görürsünüz. Çünki mən özüm dişlərimi təmizləyə bilməyəndə o yuyurdu, əlimi də, üzümü də. Mən özümdən belə artıq küsəndə o məni həyat sevgisini geri qaytarırdı. Ona görə də buradan bütün valideynlərin əllərindən öpürəm. Yaxşı valideyn gözəl bir şeydir, amma həyatda əlbəttə hər kəs bu fortuna ilə dünyaya gələ bilmir. Bu şansınız olmayıbsa həyatda sevginizi itirməyin.